أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم السلام عليكم ورحمة الله وبركاته. Hər vaxtınız xeyirli olsun, əziz dəyərli izləyicilər, əziz dəyərli möminlər, Azın TV izləyiciləri və bu gün də həqiqi mən mövzusuna qaldığımız yerdən davam edirik. Ötən mövzularda bir sıra mətləblərə toxunduq. Quranda insan barədə, insanın dəyəri barədə, insanın hədəfi barədə və gəldik elə bir nöqtəyə çatdıq ki və qeyd də elədik ki, insanşünaslığı anlamaq üçün biz nəyə müraciət etməliyik? Adəm əleyhissalamın hekayəsinə, Qurani-Kərimdə keçən hekayəsinə. Düzdür, bu hekayə çox genişdir və biz bunu bir mövzuya da çatdıra bilmərik. Bir neçə mövzu inşallah ki, silsiləvari formada davam eləyəcək və sizdən də xahişim bu olar ki, müraciət eləyəsiniz təfsir kitablarına, Təfsiri Nümunə, Təfsiri Nur, onların PDF formatları da var. Müraciət edin Əl-Mizan təfsirinə və bu hekayəni daha da geniş şəkildə anlayın. Çünki bu hekayəndə müəyyən suallar çıxır ortaya. Bu sualları da bilmək lazımdır. Bəqərə surəsində 30-cu ayədən 39-cu ayəyə qədər. Belə. Biz ötən mövzularda da qeyd elədik ki, insanın Allah Taala yanında dəyəri çox ucadır. Əziz Allahımız varlıqlar yaradıb, mələklər yaradıb, cinlər yaradıb. Amma insanı yaradanda özünə əhsən dedi. Özünə əhsən dedi. Niyə? Sual çıxır ortaya. Niyə Allah bu qədər varlığı yaratdı, əhsən demədi, amma insanı yaratdı, əhsən dedi. Yaxşı. Bunun cavabını biz harda tapa bilərik? Gör Allah sənə nə qədər dəyər verir ki, səni yaradır və əhsən deyir. Biz baxsaq Bəqərə surəsinin 30-cu ayəsinə, əziz Allahımız buyurur ki, vaxtilə sənin Rəbbin mələklərə, yəni dedi, mən yer üzündə bir xəlifə yaradacağam. Yer üzündə bir xəlifə yaradacağam. İnsanın dəyəri elə bu ayədən bəllidir. Allah Teala sənə xəlifə deyir, mənə xəlifə deyir, hamımıza xəlifə deyir. Gəlin bu mövzunu belə deyək də, xüsusi şəkildə başa düşməyək ki, bu mövzu tək Adəm əleyhissalama aiddir. Bizim özümüzə aiddir bu mövzu. Bizim daxilimizdə elə bir potensial var ki, biz gəlib Allahın xəlifəsi ola bilərik, arif ola bilərik, əməli salih bir şəxs ola bilərik. Əməlimizi salih etmədən, yəni xeyir əməl görmədən, salih əməl görmədən ilkin olaraq insan bu məsələni düşünməlidir. Allah mənə dəyər verir, niyə? Niyə mənə dəyər verir? Çünki mən dəyərliyəm. Niyə dəyərliyəm? Deməli, mənim daxilimdə elə qüvvələr var ki, mən dəyərliyəm. Materialistlər kimi biz düşünmürük ki, insan tək bədəndən ibarətdir, ətdən ibarətdir, sümükdən ibarətdir, qurtardı. Bəziləri var axı, düşünürlər ki, materiyadan ibarətdir. Yox, belə deyil. İnsanın bir ruh tərəfi də var. Bədən üstə gəlinsin ruh, oldu insan. Oldu insan. Sənin ali tərəfin ruhundadır. Yəni ruhi qüvvələrindədir. Onları təkmilləşdirmək üçün də bədənivə də ehtiyacın var. Bu elə deyil ki, ruhumu qidalandırım. Bəziləri belə deyək ki, təfrit edir və yaxud da ifrat edir bu məsələlərdə. Misal üçün, biri ancaq namaz qılır. Yemək də yemir, misal üçün belə düşünək. Bu belə də olmaz. Bədənimizi də qidalandırmalıyıq, ruhumuzu da. Bəzilərdə var, ruhun qidası qalıb qıraqda, arada da deyir, sıxılıram. O sıxıntı da yəni müəyyən səbəbləri var da, niyə? Gedib dostlarla falan oturur, yəni ki, sıxıntı da keçmir. Yəni sənin daha
belə deyək ki, ruhun da axı qidası var da, o ruh da acıyır. Ruhun acıması o sıxıntıdır, belə deyə bilərik. Allah Taala insanı yaradıb ruh və bədən. Ruh və bədən. Və deyir ki, mən yer üzündə bir xəlifə yaradacağam. Nə qədər önəmlidir bu. Mənim daxilimdə elə qüvvələr var ki, mən gəlib xəlifə ola bilərəm. Fitrət var. Axı belə deyək də, bəzi kitablarda mən oxumuşam, deyir fitrət Allahın insan daxilində yerləşdirdiyi, yəni insanın ruhunda yerləşdirdiyi bir səfirdir. O insana köməklik edir. O fitrət nə zaman dayanır, susur? Fitrətin səsi nə zaman kəsilir? İnsan nəfsinin belə deyək ki, istəklərinə aldananda. İndi nəfs tamamilə pis deyil və nəfsi tamamilə söndürün belə bir şey də yoxdur. İndi mən mövzudan da, kontekstdən də kənara çıxmaq istəmirəm. Bunlar İslam əxlaqının mövzularıdır. İstər-istəməz buna da toxunmalıyıq. İnsanın nəfsi ki var, o elə bir həddə çatar ki, mütbənniyə səviyyəsi deyirlər. Artıq yəni Allahın istədiyini istə. Allah nə istəyir sənin üçün, sən də onu istəyərsən. Elə bir səviyyəyə çata bilər. Əziz Allahımız Bəqərə surəsinin 30-cu ayəsində buyurdu ki, vaxtilə sənin Rəbbin mələklərə mən yer üzündə bir xəlifə yaradacağam demişdi. Onlar belə demişdilər. Orada fitnə fəsad törədib qan tökəcək birini mi yaradacaqsan? Halbuki biz sənə şükr edərək şəninə təriflər deyir və səni müqəddəs tuturuq. Allah buyurdu, şübhəsiz ki, mən sizin bilmədiklərinizi bilirəm. Baxın, indi onunla işim yoxdur, mələklər niyə görə dedi ki, belə deyək də, sən yer üzünü qan tökəcək, fəsad törədəcək birini mi yaradacaqsan? Təfsir kitablarına müraciət eləyə bilərsiniz. Niyə görə mələklər bu sualı dedi? Bir neçə dənə versiya var və bu versiyalar arasında da heç bir ziddiyyət yoxdur. Bəzi alimlər buyurur ki, deyir insandan da əvvəl insana bənzər varlıqlar olub və onların belə deyək ki, yaratdığı o necə deyim, xaosu görüblər deyə ona görə deyirdilər. Bəziləri buyurur ki, insanın yaradılışında bilirdilər ki, qəzəb də var, nəfsi istəklər də var, ona görə deyirdilər mələklər bu sözü. Belə. Amma bu versiyalar arasında yenə də deyirəm, heç bir ziddiyyət də yoxdur. Və Allahımız da buyurur ki, Allah Taala da buyurur ki, şübhəsiz ki, mən sizin bilmədiklərinizi bilirəm. Bir versiya da budur ki, Allahın onlara verdiyi elmlə onlar bilirdi ki, insan nələri eləyə bilər. Hər nə isə Allah buyurur ki, şübhəsiz ki, mən sizin bilmədiklərinizi bilirəm. Bəzi alimlər bu hekayəyə baxanda indi oxuyacağam ayələri, siz də oxuyarsınız. Deyir ki, şeytan insanın keçmişini gördü. Dedi ki, məni oddan yaratmısan, onu torpaqdan yaratmısan, o nə bitirir, mən onu yandırıram. Mələklər onun belə deyək də indiki vəziyyətini gördü. Dedi ki, bunun daxilində qəzəb var, nəfsi istəkləri var. Allah onun sabahını gördü. Allah buyurur ki, mən yer üzündə bir xəlifə yaradacağam. Yəni Adəm əleyhissalamın siz də mənə bağışlayın, belindən elə kəslər dünyaya gələcək ki, sülbündən elə kəslər dünyaya gələcək ki, onlar Allahın kitabını təbliğ eləyəcəklər. Allahın kitabını təbliğ eləyəcəklər. Əziz Allahımız buyurur ki, mən sizin bilmədiklərinizi bilirəm. Bu sözün altında nələri yatır? Bunu gətirin insan mövzusuna, belə deyək ki, qoysaq və yaxud da ki, bu ayəni oxusaq ki, şübhəsiz ki, mən sizin bilmədiklərinizi bilirəm. Allah deyir ki, indi o mövzu ilə əlaqəsi yoxdur ha, bu ayədə başqa bir mənada istifadə olunub. Amma gəlsək biz insan mövzusuna, dayan güzgünün qarşısında deyirəm ki, şübhəsiz ki, mən sizin bilmədiklərinizi deyib Rəbbim. Mən bilmirəm mənim ruhuma nədir xeyir, nədir ziyan. Elə bilərəm bu xeyirdir mənə, amma ziyan olar. Elə bilərəm ziyandır, amma xeyir olar. Elə bilərəm mənfəətimi itirirəm, amma mənfəətdir. Elə bilərəm
bilərəm mənfəət qazanıram, amma mənfəət deyil. Çox şey bilirəm, amma nə qədərini düz bilirəm. Bəzi insanlar var, çalışır, 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 sonra yolun ortasında görür ki, mən düz yolda deyiləm ki. Daha geri çəkilir. Bəzən də geri çəkilmir, deyir bu qədər əziyyət çəkmişəm, bu elə gedin. Ey Allah. Mövzu bu qədər dərindir. Allah bilir ki, bizim nəyə ehtiyacımız var, biz nə ilə xoşbəxt ola bilərik. Əziz Allahımız Zariyat surəsi 56-cı ayəsində buyuranda ki, mən cinləri və insanları mənə ibadət etmək üçün yaratdım, bu elə belə söz deyildi. Sizin mənə ehtiyacınız var deyə. Mən bu belə deyək ki, bunu xəbərdarlıq olaraq göndərirəm. Allaha ibadət etməsən, hədislərdə də var bu. Başqa şeylərə ibadət eləyəcəksən. Xoşbəxt olmayacaqsan, zəlil olacaqsan. Həm dünyada, həm axirətdə. Allah səndən nə istəyir? Sənin xoşbəxtliyini istəyir. Allah diktator deyil, nəzubillah. Allah belə deyək ki, bizlə arasındakı münasibət elə ağaqul münasibəti deyil ki, ancaq öz mənfəəti üçün çalışsın, nəzubillah. Allah bizim xeyrimizi istəyir. Bizim xeyrimizi istəyir. Və bunun üçün də bizə haramlar göndərib, vacibiyyatlar göndərib. Bəzi şeyləri insan deyir ki, niyə bu haramdır? Niyə bu haramdır? Sən başa düşmürsən ki, sənin yəni elmin o səviyyədə deyil. Bəzi insanlar deyir ki, ağcaqanadı Allah Taala niyə yaradıb? Nə mənası var da o heyvanın? Var. Hər bir yaradılışın məqsədi və hədəfi var. Müəyyən şeyə xidmət edir o. O olmasaydı dünyada nələr baş verər? Olmasaydı dünyada nələr baş verərdi? Mən bilmirəm. Çünki mənim elmim az. Amma uca Rəbbim bilir və yaratdığı hər bir şeydə məqsədləndir. Müəyyən məqsədi var o yaratdığı bir şeyin. Eləcə də insanın özü öz daxilimizə fikir versək, bizim daxilimizdə elə bir proseslər gedir ki, bizim məlumatımız yoxdur. Elm belə, yəni ki, onu tam dərinliyi ilə söyləyə bilmir. Tam dərinliyi ilə, dəqiq bə dəqiq söyləyə bilmir. Biz Allahın yaratdığı varlıqlarıq. Allah bilir ki, mən misal üçün durum bir dənə robot yaradım. Robot başa düşmür, onu şarja taxmaq lazımdır. O zaryadkadır nədir? Ona taxmaq lazımdır. Amma mən bunu başa düşürəm. Mən yaratmışam axı bunu. Mən düzəltmişəm bunu. İxtira eləmişəm. Allah məni yoxdan var eləyib və bilir mənim ruhuma nələr adekvatdır, nələr adekvat deyil. Davamında buyurur əziz Allahımız ki, Allah Adəmə hər şeyin adını öyrətdi. Sonra onları mələklərə göstərərək əgər doğru deyirsinizsə, bunların adını mənə bildirin dedi. Əziz Allahımız Adəmi elmləndirdi. Adəmi elmləndirdi. Bəzi kəslər çıxıb qarşıma söyləyiblər ki, deyir, bu qədər əşyaların adları hardan gəlir? Hədis var bu barədə, çox gözəl hədisdir. İmam Sadiq əleyhissalam olmalıdır, səhv eləmirəmsə. Bir kəs soruşur ki, o deyir, adları öyrətdi, yəni nə deməkdir bu? İmam buyurur ki, hətta yəni səhv eləmirəmsə altında döşəkçi olur, deyir bunun adına qədər yəni öyrətdi. Yəni isimləri öyrətdi. Bəzi yerlərdə qeyd olunur ki, Əsmaül Hüsna öyrədildi. Hər nə isə adlar öyrədildi Adəmə, elm verildi Adəmə. Mələklər dedi, sən bütün nöqsanlardan uzaqsan, biz sənin bizə öyrətdiklərindən başqa heç bir şey bilmirik. Şübhəsiz ki, sən hər şeyi bilənsən, hikmət sahibisən. Və mələklərin bəzi kəslər söyləyə bilər ki, mələklərin burada verdiyi sual yersiz idi. Amma mələklər öyrənmə məqsədi ilə vermişdi. Amma şeytanın verdiyi suallar diktə məqsədi daşıyırdı. Öz fikrini diktə eləmək istəyirdi. Sən məni oddan yaratmısan, onu torpaqdan mən yandırıram. Nə deməkdir bu? Yəni, ilahi, sən məni yaratmısan, düzdür, mən sənin Rəbbaniyyətini qəbul edirəm, amma mənə dəyib dolaşma və mən ondan dulcayam da, mən ona niyə səcdə eləməliyəm ki? Allah dedi mələklərə, ey Adəm,
Yox, Adəm əleyhissalama buyurur, üzr istəyirəm. Ey Adəm, bunların adlarını onlara bildir. Adəm mələklərə onların adlarını bildirdiyi zaman Allah dedi: Sizə demədimmi ki, mən göylərin və yerin qeybini, eləcə də sizin gizlətdiklərinizi və aşkar etdiklərinizi bilirəm. Burada təfsirlərə baxsaq, bir məsələ də gizlənir ki, şeytanın daxilindəki təkəbbür. Şeytan ki deyir 6000 il ibadət eləmişdi. Bəzi kəslər var, deyir mən neçə yaşımda ibadət eləyirəm, itaət eləyirəm. Ola bilər ki, bir dənə hadisədə, bir dənə situasiyada bunların hamısı aradan gedə bilər. Düzdür, düzdür. Düzdür, düzdür. Şeytanın da bütün ibadəti puç oldu. Bir dənə səcdə eləmədi ona görə. Təkəbbür qoymadı onu. Təkəbbür qoymadı onu. Diqqətli olun ha, çox pis şeydir. Çox pis şeydir və biz mələklərə Adəmə səcdə edin dedikdə iblisdən başqa hamısı səcdə etdi. Elə bu sözümə gətirirdim. O isə təkəbbürlənərək boyun qaçırdı və kafirlərdən oldu. Biz dedik, ey Adəm zövcən ilə cənnətdə məskunlaşın və oradakı nemətlərdən istədiyiniz qədər bol-bol yeyin. Ancaq bu ağaca yaxınlaşmayın, yoxsa zalımlardan olarsınız. Burada məsələ biraz birincisi Adəmin yerləşdiyi, qısaca deyəcəm, təfsirlərdən də baxarsınız, vaxtımız o qədər də geniş deyil. Adəmin yerləşdiyi cənnət əbədiyyət cənnəti deyil. Bəzi təfsirlərdə də qeyd olunub ki, dünya bağlarından biri idi. Və qeyd eləmək lazım gələr ki, əsl cənnətdə birincisi çıxarılma yoxdur, bu bir. İkincisi Adəm əleyhissalam onun axı qazanmamışdı, bu iki. Üçüncüsü də və demək olar ki, əsl cənnətdə axı müəyyən hədlər yoxdur, axı bunu belə eləmə, buna yaxınlaşma. Yəni orada bu məsələlər yoxdur. Və bu məsələ də Adəmin cənnətə yerləşməsi, oradan dünyaya getməsi bir növ insanlığa göstəriş idi ki, şeytan sizin düşməninizdir, iblis sizin düşməninizdir. İndi şeytan ümumi mənada istifadə olunur. Qurani-Kərimdə hər bir şey şeytan ola bilər, hətta cinlər və insanlar da. Qurani-Kərimdə də var ki, belə dua kimi ayələrimiz var. Mən cinlərin və insanların şərrindən sənə sığınıram. Yəni ki, şeytan mənası biraz ümumi mənadadır. Buradakı şeytan iblisdir. Hər bir pislik şeytandır. Hətta biz hədislərə də baxsaq, nə bilim deyir, sınıq qabın sınıq tərəfindən su içməyə orada şeytan oturar. Yəni orada mikroblar olar, o barədə qeyd olunur. Yəni insana zərərli olan bir şey şeytandır. Belə. Lakin deyir, şeytan onları çaşdırdı və məskunlaşdıqları yerdən çıxartdı. Biz də bir-birinizə düşmə olaraq yer üzünə enin və müəyyən bir vaxta qədər orada yaşayıb dolanın dedik. Nəhayət Adəm Rəbbindən sözlər öyrəndi. Allah da onun tövbəsini qəbul etdi. Həqiqətən o tövbələri qəbul edəndir, mərhəmətlidir. İndi hansı sözlər öyrəndi? Bəzi alimlər də qeyd edirlər ki, Ərəf surəsinin 23-cü ayəsindəki sözlərdir və hədislərdə də var ki, peyğəmbərimiz və onun ailəsinə and verdi. Ondan sonra Allah onu bağışladı. Bu məsələlərə toxunarıq inşallah başqa vaxt. Amma ki, mən daha son 2-3 aya qalıb onu da tamamlayım. Siz özünüz də baxarsınız təfsir kitablarından. Nəhayət Adəm Rəbbindən sözlər öyrəndi. Allah da onun tövbəsini qəbul etdi. Həqiqətən o tövbələri qəbul edəndir, mərhəmətlidir. Biz dedik, hamınız oradan enin. Sizə mənim tərəfimdən bir hidayət rəhbəri gəldikdən sonra kim ona tabe olarsa onlar üçün heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. Kafir olub ayələrimizi yalanlayanlar isə cəhənnəm əhlidirlər. Onlar orada əbədi qalacaqlar. Baxın, burada bir məsələ də var ki, Allah Təala insan müəyyən günahlar işləyə bilər və tövbə etdikdə o Allah bağışlayar. İndi orada haqqullah, haqqunnas mövzuları var. İnsan haqqı və ya da Allahın haqqı. Allah bağışlayar, amma ki, belə deyək də, o günahın axı müəyyən təsirləri var. Biri qəza-və qədərə təsiri var, biri insanın ruhuna, ruh halətinə təsiri var, biri də insanın axirətinə təsiri var. Bu mövzularda da ümumi danışmaq olar və qeyd eləyə bilərik ki, insan günah etməməlidir. Niyə? Bəzi insanlar var ki, bu gün günah eləyim, nə bilim 50 yaşımda tövbə eləyərəm. Məsələ bu qədər bəsit deyil də. Axı sənin ruhuna təsiri var. Sənin ruhuna elə bir hala gələ bilər ki, sən gedib tövbə də eləyə bilməzsən.
Bu məsələlər də var. Nə bilirsən, hətta başqa bir yanaşma ilə də yanaşsaq, nə bilirsən, bu gün yaşayırsan, sabah yaşayacaqsan. Hədislərdə də var. Sabah olub keçib, daha doğrusu dünən olub keçib, sabah sual altındadır. Sən bu gün üçün yaşayırsan da. Durum deyim ki, mən sabah bilinmir axı olacaq ya olmayacaq. O qədər qəfil ölümlər artıb. Həqiqətən əfsuslar olsun ki, nəsə belə. Ümumilikdə bir nəticə əldə elədik ki, əziz Allahımız insana dəyər verir və əziz Allahımızın elədiyi hər bir işdə müəyyən mərhəmət var. İblisin Allah məhv eləyə bilərdi də, niyə eləmədi? Çünki insanın təkamülü üçün şərtdir. Baxın, insanın ardınca belə deyək də, arxasınca bir it qaçanda, yüyürəndə insan daha sürətlə yürüməyə başlayır. O iti də ötür hətta. Bizim potensiallarımız o zaman ortaya çıxır ki, biz çətinliklərlə üzləşək. Biz çətinliklərlə üzləşməsək, bizim potensialımız ortaya çıxmaz və öz potensialımızı biz görmərik. Yaxşı. Bu da belə bir məsələ və bunu bilək ki, insan öz dəyərini anlamalıdır, bilməlidir. Niyə dəyərini anlamalıdır? Çünki dəyərini anlamasan, şeytan da biraz vəsvəsə eləyəcək. Sən dəyərsizsən, səni məyus eləyəcək. İblisin də işlərindən biri budur. İnsanı məyus eləyir və insan depressiyaya düşür. O depressiyadan çıxa bilməsə, vallah gedib bəlkə də intihar eləyəcək. Depressiyanın son həddi intihara gedir. Allah da səni bu halda görmək istəmir. Deyir, özünə dəyər ver. Amma müəyyən hədlər daxilində də orta həddi tap hər bir məsələdə. O qədər dəyər vermə ki, belə deyək ki, digər insanlara qarşı təkəbbürlü eləyəsən. Müəyyən hədləri var. Hədləri qoruyub saxlamalı. Hər bir işdə hədd var. Hər bir işdə. Belə. Bugünkü mövzumuz bu qədər idi. İnşallah ki, danışarıq. Adəm əleyhissalam barəsində də bir mövzuda danışarıq. Sonra yenə insanın düşməni olan iblis barəsində danışarıq. Qismət olar mövzumuzu bu şəkildə yekunlaşdırarıq. Təşəkkür edirəm. Sağ olun, salamat qalın. Gələn görüşlərə qədər.